Ona görə alimlər yəni hər zaman nə deyirlər? İşsizlik, çalışmamaq, tənbəllik təhlükəli təsirləri var. İnsan borca sürükləyir, nisbi yoxsulluğu artır və ya ailələrin dağılmasına səbəb olur və yaxud da misal üçün insan qəm, kədər və vaxtını boş keçirir. İnsanın sağlamlığına, bədəninə mənfi təsiri var. Bəzən insanda ruhi sağlamlıq problemləri ortaya çıxır, xroniki xəstəliklərə səbəb olur. Məsələn, ürək damar xəstəlikləri, yüksək təzyiq, əzələ və s. problemlər. Həmçinin erkən ölüm riski. Subhanallah. Ona görə deyib, mömin bacarmalıdır, çalışmalıdır, işləməlidir, Allaha təvəkkül etməlidir. Bəzən görürsən ki, işsiz, tənbəl olan insanlar ən çox deyir, spirtli içkilərdən, pis maddələrdən, hətta sigaretdən bile ən çox istifadə edən də həmən insanlardır, deyir. Subhanallah. Ona görə də İslam dini isə nə deyir? Hər kəs öz əlinin zəhməti ilə qazandığından daha xeyirli bir yemək deyir, yeməmişdir, deyir. Ona görə İslam dini tənbəlliyi mənfi hal kimi qiymətləndirir. Bax, nə deyədi Abdullah ibn Məsud? Mən boş bir insanı görməyi xoşlamıram. Nə dünya işi ilə məşğul olsun, nə də axirət işi ilə. Dünya işi gör, boş vaxtı və axirət işi gör. Amma vaxtını boş-boş sərf etmə. Bəzi insan otururlar saatlarla oyun arxasında. Nə dünya işindən tutur, nə axirət işindən tutur.